Kater çayın axını ilə 4 saata getdiyi yolu 6 saata geri qayıdır. Çay bu istiqamətdə məsəl üçün axarsa, axın ilə gedir 4 saata və getdiyi yolu axına qarşı 6 saata qayıdır. Axın ilə getdikdə sürətlərimiz toplanır, axına qarşı gəldikdə isə sürətlər çıxılır. Suyun sürəti 3 km/saat olarsa, katerin durğun sudakı sürətini tapın. Katerin sürətini x olaraq götürsək, çayın axını ilə getdikdə x üstəgəl 3, yəni çayın sürəti və vurulsun 4 saat. Getdiyi yol məsafə dəyişmir. Getdiyi qədər məsafəni bir də geri qayıdır. Bərabər olmalıdır. Axına qarşı getdikdə x çıxılsın 3, yəni katerin sürətindən çayın sürətini çıxıb, vururuq 6 saata. Hər iki ifadəni, ortaq vuruqlarını vurub açaq paylama xassəsindən istifadə edək. 4x üstə gəlinsin 4 vur 3 bərabərdir 6x üstə çıxılsın 6 vur 3. 4x üstə gəlinsin 12 bərabərdir 6x çıxılsın 18. 6x və 4x bir tərəfə, 12 ilə 18-i bir tərəfə keçirdək. Deməli 12 üstə gəl 18. Ədəd bərabərliyin sağından soluna, soluna sağına keçdikdə işarələr dəyişir. 6x çıxılsın 4x və 18 də mənfidir keçdi, müsbət oldu. Deməli 30 bərabərdir 6x-dən 4x 2x qalır. Və buradan da alarıq ki, x bərabərdir 30-u 2-yə bölsək 15 düşər. Deməli katerin durğun sudakı sürəti saatda 15 km olar.